Qızlar, el də nədir, ol da nədir? Ol da olduğum, yəni yaşlının müqayisə dərəcəsi, eldə də evdə böyük deməkdir. Ol da ailədə olanda işlənilir. El də isə hardasa cəmiyyətdə olanda işlənilir. Mən cümlədə işlətmək istəyirəm kasıblar, gənclər, korlar, varlılar. Bu sözləri cümlədə necə işlədim? Çünki elə bir sifətlər isimləşərək ona görə də artikl işlənilir. Mən hər hansısa bir millət adı işlətmək istəyirəm cümlədə necə işlədim? Cümlədə var zən, much, a little, even, any. Bundan sonra nə verək? Bəs cümlədə to, very, enough, so, such, rəzə varsa? Cümlədə sözlər var, uşaqlar, have və, have və, in, on, at, among, one of all. Nə verək bura?